2026-cı ildə yaşayış minimumu və ehtiyac meyarının həddi 300 manat olacaq. Turkistan-Az məlumat verir ki, bu, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bugünkü iclasında müzakirə edilən Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında və Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında qanun layihələrində öz əksini tapıb. Layihələrə əsasən yaşayış minimumu və ehtiyac meyarı 285 manatdan 300 manata çatdırılır. 2026-cı ildə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçünsə 260 manat proqnozlaşdırılır. Əlavə edək ki, 2025-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.